Qoç, bugün ətrafınızdakı insanlar böyük həvəslə sizin arxanızca gələcəklər. Ona görə də qoçlar üçün əsas məsələ hara istiqamətləndiklərini bilmələridir. İnsanların etinadını və düşüncələri üzərində təsir gücünü siz səbir və əzmkarlıq sayəsində qazanmışsınız. Əgər ruhunuzda yol göstərən o kiçik qığılcım sönməyibsə və birləşmiş səylərlə çatmalı olduğunuz məqsədi aydın şəkildə təsəvvür edirsinizsə, onda istədiyiniz nəticəyə çatmağınıza heç nə mane ola bilməz. Buğa. İstər işgüzar, istərsə də şəxsi münasibətlər olsun, buğalar kənar məsləhət olmadan da yaxşı anlayırlar ki, bu əlaqələr artıq köhnəlib, yenilənməyə və hazırki dövrün reallıqlarına uyğun gəlməyən köhnə qaydalardan qurtulmağa ehtiyac var. Dəyişikliklərdən qorxmayın, onlar özləri ilə əvvəllər tanımadığınız hisslər gətirəcək. Həyatınızda yeni bir səhifəni təmiz vərəqdən başlayın. Axı bir qapını açmaq üçün çox vaxt digərini bağlamaq lazım gəlir. Əkizlər. Bugünkü gün əkizləri biznesdə və ya birgə aktivlərin idarə olunması ilə bağlı hadisələrin olduqca əlverişli inkişafı ilə sevindirə bilər. Üstəlik, şərait elə formalaşır ki, siz özünüzü əlavə qayğılarla yormaq məcburiyyətində qalmayacaqsınız. İşlərin uğurla getməsi üçün hansısa addımlar ardıcıllığını atmaq lazım olduğunu düşündüyünüz anda taleyin özü sizə sürpriz edəcək. Yaxın bir insan və ya iş ortağı artıq sizin indicə planlaşdırdığınız bu qayğıların öhdəsindən gəlmiş olacaq. Xərçəng. İrəli sürdüyünüz ideyalardan biri yaxın ətrafınıza ilk baxışda göründüyü qədər də pis deyil. Sadəcə onun düzgün qavranılması üçün biraz daha çox vaxta ehtiyac var. Xərçənglər seçdikləri istiqamətdə irəliləməyə davam etməli. Zərurət yaranarsa, niyyətlərini qarşı tərəfə bir daha izah etməlidirlər ki, təkliflərinizin incəliyini və məntiqini hiss etsinlər. Üstəlik, bu cür addımlar işlərin aparılmasında həddindən artıq müstəqilliklə bağlı iradlardan da sizi qoruyacaq. Şir. Bugün şirlərə işlərdə uğur qazanmaq üçün bütün əlaqələrdən, tanışlıqlardan və silahdaşların köməyindən fəal şəkildə istifadə etmələri xüsusilə tövsiyə olunur. Daha çox da birgə kollektiv səylər tələb edən məsələlərdə. Hər halda, bugünün yüksək enerjisi sizə bir kahin dəqiqliyi ilə qarşıya qoyulmuş tapşırığın icrası üçün lazım olan insanı müəyyən etməyə imkan verəcək. Ümumiyyətlə, bütün göstəricilərə görə bugün şirlər üçün çox əlverişli gündür. Amma məlum olduğu kimi, yatan daşın altından su axmaz, hərəkətə keçin. Qız. Əziz qızlar, bugün sizə elə gəlsə ki, təklif olunan yeni təşəbbüs və ya biznesi yatırımlar, eləcə də yaxın bir insanla birgə layihə sərf olunan zəhmətə dəymir. Çəkinmədən bir addım geri atın və hər şeyi diqqətlə götür-qoy edin. Hətta daha yaxşısı, qərar verməyi növbəti günə saxlayın. Vaxt keçdikcə şübhələriniz aradan qalxmasa belə, siz yenə də öz güc və vəsaitləriniz üçün layiqli və faydalı bir tətbiq yolu tapacaqsınız. Tərəzi. Bugün uğur tamamilə əl çatan olacaq. Buna görə də yolunuzda maneə ilə qarşılaşsanız, onun sizi seçdiyiniz istiqamətdən həyatın kənarına sürükləməsinə imkan verməməyə çalışın. Şəxsi münasibətlərdə anlaşılmazlıqlar vəd edən planetlərin elə də əlverişli olmayan düzülüşü olan bu gündə tərəzilər üçün əsas məsələ ətrafınızdakı insanların planlarınızın miqyasını və həmin planlarda onlara düşən vəzifələrə kifayət qədər aydın şəkildə dərk etdiyinə bir daha əmin olmaqdır. Əqrəb. Bugün əqrəblərə ümumi kütlədən fərqlənməmək məsləhət görünür. Hətta konkret məsələyə aidiyyəti olan insanlara onların təklif və ideyaları ilə bağlı həqiqi fikrinizi bildirmək istəsəniz belə, bugün özünü ifadədən yaxşı nəticə çıxmayacaq. Bu dəfə işlər impulsivliyinizi cilovlamağa və mümkün əhval-ruhiyyə dəyişikliklərinə qapılmamağa əvvəlcədən hazırlaşsanız daha uğurlu gedəcək. Oxatan. Əziz oxatanlar, siz şübhəsiz ki, kifayət qədər çətin bir marafonun yarı yolundasınız. Bununla belə, maraqlarınız naminə bir anlıq dayanıb, əsas qaçışla məşğul olduğunuz dövrdə yaranmış məsələləri aydınlaşdırmağınız faydalı olar. Nəticədə heç kimin maraqlarını pozmayan bu cür taktika güc balansını və öz sağlamlığınızı qorumağa kömək edəcək. Əgər oxatanların bugün ciddi şəkildə düşünməli olduqları bir məqam varsa, o da maliyyə tərəfidir. İşlər əlbəttə ki, yaxşı gedə bilər, amma bütün planlarınızı həyata keçirmək üçün sadəcə vəsait çatmaya bilər. Oğlaq. Son zamanlarda nəzərdən keçirdiyiniz və o vaxt nadir dərəcədə ağılsız görünən təklif zaman keçdikcə gizli potensialını üzə çıxara bilər. Ola bilsin ki, belə şərait yaranıb. Bugünkü günün planetlərinin vəziyyəti təsir edib, ya da zaman özü dəyişib. Hər nə baş veribsə də, Qoç bürcləri üçün bugünün əsas məqamı yenidən əldə olunan bu fürsəti qaçırmamaq,
və onu öz xeyrinə istifadə etməkdir. Dolça. Ümidinizi qoruyun ki, yaxın keçmişdə qarşınıza çıxan mürəkkəb və dolaşıq ev, ailə və ya maliyyə vəziyyətləri sizin üçün ən sərfəli şəkildə həll olunacaq. Bu gün dolçalar kifayət qədər fəal və enerjili olacaqlar və hər hansı tapşırığı asanlıqla həll edə biləcəklər. Lakin niyyətlərinizin düzgünlüyünə inanmasanız və uğura əmin olmasanız, fəaliyyətiniz səhv istiqamətə yönələcək. Balıqlar. Bu gün astroloji vəziyyət elədir ki, balıqların əsas məqsədi tanınmaq və ya maddi fayda əldə etmək olan plan və layihələrin çoxu dayandırıla bilər və ya rəqiblərin müqaviməti ilə qarşılaşa bilər. Belə vəziyyət müvəqqəti olacaq. Ona görə də böhranı aradan qaldırmaq üçün intensiv fəaliyyət yalnız fayda gətirməyəcək. Əksinə, artıq enerji və vəsait itirməyinizə səbəb olacaq. Bu dövrdə balıqlar üçün ən yaxşı strategiya baş verən proseslərə müdaxilə etməmək, müşahidə aparmaq və qarşı tərəfin zəif nöqtələrini qeydə almaqdır.